qədim yaşayış məskənlərindən biri olub. Bu qədim türk yurdunda da əsrlər boyu azərbaycanlılar yaşayıb, Azərbaycan türkləri. Orta əsrlərdə qədim İpək yolunun bir hissəsi də Gorusun payına düşüb. Buradakı yer-yurd adları Dədə Qorqu deposunda da hallanır, Borçalıda, Şimali Qafqazda, Türkiyənin Qars əyalətində və bir çox bölgələrdə Gorus adı ilə eyni mənşəli yer-yurd adları var. Xoş gördük Natəvan xanım. Gorus toponimlərini Qors sözü ilə əlaqələndirən fikirlər var. Sizcə bu nə dərəcədə doğrudur? Gorus sözü bir etnotoponimdir. Bildiyimiz kimi toponimlər yerləşdiyi ərazinin tarixən kimə məxsus olduqları haqqında çox şeyləri deyirlər. Toponimlər tarixə daş kitabələr, abidələr kimi şahidlik edirlər. Gorus sözü bayaq qeyd etdiyim kimi etnotoponimdir. Gor Türk tayfasının adına məxsusdur. Burada zaman-zaman əsrlərlə Türk tayfaları ilə məskunlaşıb və bu tayfaların birindən olan Gor Türk tayfasının adından götürülmüş bir bölgədir. Bildiyimiz kimi Gorus füsunkar təbiəti ilə Zəngəzur mahalının ən gözəl bölgəsidir. 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqaviləsindən sonra Türkiyədən ermənilər bu əraziyə köçürülüb. Natəvan xanım, bu əhalinin etnik tərkibinə necə təsir edib? Bu illər ərzində çox tarixi hadisələr baş vermişdi. Bildiyimiz kimi Qərbi Azərbaycan bölgəsi zaman-zaman işğala məruz qalıbdır. Bu illər ərzində çox tarixi hadisələr baş vermişdi. 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra başqa dövlətlərdən qovularaq Azərbaycana gətirilmişdilər və onlar burada mənfur siyasətləri nəticəsində Azərbaycanda yuva qurmuşlar. 1995-ci ildə Ermənistan Respublikasının parlamentinin qərarı ilə bağlı Zəngəzurda Meğri, Sisyan, Qafan rayonları ləğv edilib. Bəs bu Azərbaycanlılara necə təsir etdi? Bu Azərbaycanlılara heç də təsir etmədi. Biz inanırdıq ki, gün gələcək biz ata-baba yurdumuza, öz torpaqlarımıza qayıdacağıq. Kim inanırdı ki, 44 gün ərzində 30 il işğalda qalmış Qarabağ azad ediləcək? Ali Baş Komandanımızın əmri ilə şəhidlərimizin qanı, qazilərimizin canı bahasına 44 gün ərzində biz Azərbaycanımızın dilbər güşələrindən olan Qarabağımızı azad etdik. Ali Baş Komandanımız ata nəsihətini, ulu öndərimizin arzusunu yerinə yetirdi və bundan biz Zəngəzurlularda böyük bir inam doğruldu və biz də bir gün Zəngəzurumuza qayıdacağıq. 2020-ci il 24 dekabr Gorus rayonunun Şurnuxu kəndinin Qubadlı hissəsinə düşən ərazisi işğaldan azad olularkən Ali Baş Komandanımız İlham Əliyev belə dedi, Şurnuxu Zəngəzurun giriş qapısıdır. Bir gün gələcək ki, biz Zəngəzurda deyəcək, Zəngəzur bizimdir.